Yazıq qadın, meymun onu nə hala saldı? Sandra Herold adlı qadının 14 il ərzində övladı kimi bəslədiyi Travis adlı meymun. Travisi qəfəsə qoymaq üçün qonşusu Charla'dan kömək istədi və nə baş verdisə elə o anda oldu. Please! What's the problem with your friend? I need to know. Let the police up! With a gun! With a gun! Son vaxtlar meymunun aqressiv davrandığını görən Harold Charlanı köməyə çağırmışdı. Lakin Travis evə gələn Charlanı parçalamağa başladı. Charlanın gözlərini yerindən çıxartdı. Bu mənzərəni görən Harold dərhal polisə zəng etdi. Evə gələn polislər Travisi güllələyərək öldürdülər. Üzü paramparça olan və görmə qabiliyyətini itirən Charla ölümdən son anda xilas oldu. Sandra Herold meymunu ərinin vəfatından sonra sahiblənmişdi. Ona eyni əri kimi rəftar edirdi. Ona heyvan qidaları yerinə insan qidaları verirdi və bu meymunun bu qədər kök olmağının səbəbi də əslində bu idi.